şəhid Şahin Tahirli Ataoğlunun məzarı üzərindəyik. Allah bütün şəhidlərimizə rəhmət eləsin. Bura Lerik rayonunun Limit kəndidir. Şəhidimiz təkcə özü üçün deyil, Azərbaycanın şəhididir. Allah bütün şəhidlərimizə rəhmət eləsin. Şəhidimiz 2001-ci ildə anadan olmuşdur və 2020-ci ildə 2-ci Qarabağ müharibəsində şəhid olmuşdur. Allah bütün şəhidlərimizə rəhmət eləsin. Şəhidimiz həm də mənim yaxın bir oğlumdur. Allah dünyasına rəhmət eləsin. Qardaş kimi olmuşuq. Yoldaşlığımız da çox olmuşdur. Allah bütün şəhidlərimizə yenə də rəhmət eləsin. Olsun. Şəhidlərinə məşhur eləsin inşallah. Yenə də bizə o qalır ki, Allah şəhidlərimizə rəhmət eləsin. Biz bunların sayəsində, qazilərimizin sayəsində ayaq üstə rahat gəzə bilirik. Heç vaxt yəni belə bir